torpaq əmanətindir. Tarixin yükünü daşıyan aslan, sinəndə vətən var, adında güc var. Qələbə zəfərin Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizi yad edək. Dəyərli analar, şəhid ailəsi, hörmətli veteranlarımız və sevimli şagirdlərimiz. Bugünkü günü biz Aslan İsmayılovun sinifə adının verilməsi münasibətilə bir A sinifinə danışmışıq. Mən fikirləşirəm ki, körpələr bu anı, bu günü, bu dəqiqəni heç vaxt yadlarından çıxarmayacaqlar. Siz seçilmiş siniflərdənsiniz, şagirdlərimiz, əziz balalarımız. Və həm qürur verici məqamdır, həm də məsuliyyətli məqamdır. Çünki bugün siz artıq bir A sinifi deyil, 128 nömrəli məktəbi şəhid Aslan İsmayılovun adına bir A sinifi kimi səslənəcəksiniz. Bununla da sizin üzərinizdə şu anda böyük məsuliyyət olur. Siz dərslərimizdən əla qiymətləri almalısınız. Şəhidin ruhu şad olsun deyə. Nəinki təkcə Aslanın, bütün şəhidlərimizin ruhu şad olsun ki, onlar bugün Azərbaycanın azadlığı uğrunda, torpaqlarımızın düşmən tapdağından qurtulması uğrunda canlarından keçirlər, o torpağı qoruyublar. O torpaq günə çevirən qonaqlarımızdan biri də Ayda xanımdır. Ayda xanım müharibə illərində bax bu kişilər kimi silaha sarılıb vətəni qorumağa gedən xanımlarımız. İlk kapitan mayordur, səhv etmirəmsə sizin rütbəniz. Mayor Ayda xanım Şirinova sizin qonağınızdır. Alqışlayın Ayda xanım. Daha bir sinif otağımızı bizə bəxş elədi. Bizim üçün fərqi yoxdur. Azərbaycanın hansı bölgəsində olmasından asılı olmayan şəhidlər Azərbaycanın şəhidləridir və bizim qəlbimizdə yerləri onların əbədidir və bugün veteranlarımız bizim. Mən həmişə sizə canlı şəhidlər deyirəm. Siz o odun, alovun içindən çıxıb gələn o ağlı, acılı günlərin şahidlərisiz. Və biz sizə təşəkkür edirik, sizə borcluyuq ki, siz vətənin müdafiəsinə qalxmışsınız, sarılmışsınız silaha. O ağır günlərdə, biz isti ocağımızda oturanda siz səngərdə vuruşmuşsunuz. O günlərdən keçib, o xətadan, baladan qurtularaq, Allah sizin taleyinizə bunu yapır. Ayda xanım açıq eləsin, icazə verirsiniz? Buyurun, buyurun. Təşəkkür edəcəm. Buyurun Ayda xanım. Hər biri güzel. Sizin hamınızı hoş gördük. Uşaqlar, sizin taleyinizə, sizin həyatınıza, yəni hər biriniz, indi 6 yaşları var da. Elə bizdə də 6 ildir, belə deyək də, müharibə qutarıb. Amma sizin valideynləriniz, sizdən böyük qardaşınız, bacınız, hamı bu müharibəni gördü. Hərçəndi 92-ci ildə müharibəyə gedən insanlar istəməzdi, siz də bunu görəsiniz. Amma təəssüflər olsun ki, biz 30 ildir bu müharibənin içindəyik. Bax, Aslan Əvəzoğlu İsmayılov 1993-cü il iyun ayının 1-də Səlyan rayonu Sarvan kəndində anadan olur. 1999-cu ildə şəhid İsləmziyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinifinə başlayıb. 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Cəmşid Naxçıvanski adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinifinə başlayıb 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub və 2011-ci ildə həmin məktəbi bitirib. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan
ali məktəbinə daxil olmuş və 2015-ci ildə həmin məktəbin motoatıcı ixtisası üzrə leytenant rütbəsi ilə bitirib. 2015-ci ilin avqust ayında 2015-ci ilin dekabr ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olub. 2015-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına qədər Naxçıvan Muxtar Respublikasında ən sayılı briqadada talim komandiri vəzifəsində, 2018-ci ilin mart ayından dekabr ayına qədər Bakı şəhərində ən sayılı briqadada talim komandiri vəzifəsində işləyib. 2018-ci ilin dekabr ayından 2019-cu ilin aprel ayına qədər ən sayılı hərbi hissədə təməl xüsusi təyinatlı qüvvələr kursunu bitirmiş. 2019-cu ilin aprel ayından ən sayılı xüsusi əməliyyat briqadasının xüsusi əməliyyat tabunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edib. Uğurlu xidmətinə görə qısa müddətdən sonra baş leytenant rütbəsi ilə xüsusi əməliyyat qrupunun komandir vəzifəsinə yüksəlir. 2020-ci il sentyabr ayının 27-sində başlayan 44 günlük vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində gedən xüsusi döyüş əməliyyatlarında qrup komandiri olaraq iştirak edib. 2020-ci il 9 oktyabr Hadrut qəsəbəsi, Daşkəsən kəndi istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Baş leytenant Aslan İsmailov xidməti dövründə Azərbaycan Respublikasının müstəqilliyinin 95 illik yubiley medalı, ölümündən sonra isə Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə vətən uğrunda igidlik görə medalları, ölçümcül dərəcəli və şəhadət ordeni ilə təltif olunur. Rəhmanə, bunlar dəqiq bir Əbədi ayrıldı, mən uca qaçdım. Gebən köynəyindən fələk dondu isti, qaytusundan əslan oldu. Toyda bilmədik biz aklımıza, aslanım çatmadı öz arzusuna. Toy, nişan xancası yığılıb qalıb, boğçada xınası yanıb qaralıb. Arxasınca baxdıq, qənli gözlərlə, bu necə dərd idi, gəldi bizlərə. Alıbdır əlindən sevdiyim torpaq, toymuşan xonçası olubdur bayram. Eşq aldı dünyaya, gəmli boylanıb, sinəsi qırmızı qanla boyanıb. Aslanın puç oldu məzara köçdü, üç rəngi bayrağın üstünə örtdü. Cəbrayıl alınan gün zəng etdi, bizimlə danışdı, o çox sevindi. Ay mama, televizora baxmırsan, bizimlə fərq etsin, qoy Azərbaycan. Bizə dua edin, sübh namazını, o çılgın səsiləri qulaqlarına. O xəlqimizi yaxşı bilirdi, o üzdən dəstəsi önündə gedirdi. Ətdə çəpək çəkir, düşmən önünə, sadiq qaldı vətəninə, elinə. Deyirdi, düşmüşdük mühasirəyə, erməni hala gəlib üz-üzə. Yaxın məsafədən heç vaxt qorxmurdu, aslan igidliklə yurt qoruyurdu. Səhər çox qatı duman gəldi, göy üzündə qara buludlar gəzdi. Həmin gün soyuq küləklər əsdi, aslanın ömrünü güllələr kəsdi. Yeganə bir arzum düşündürür, hərdən də üzümüzü güldürür. Aslanım uca bir zirvəni dağdır, bizim üçün ölməyib, hələ də sağdır. Yaşadacaq xalqın özəl oğlunu, aslanlar qaytardı əsir yurdumu. O bizim şərəfli an yerimizdir, tarixdə yaşayan igidimizdir.
Vətən sevdalısı ölməz qəhrəman. Əfsanə igidim, dillərdə dastan. Tanrı qismətinə yazdı igidlik. Zirvələr bəzəyi, şanlı şəhidlik. Aslan Türkoğlular ölməzdir, sağdır. Tarixdə yaşayan şəhid adıdır. Onunla fəxr edik Səlyan torpağı, məzarın bəzəyi, bayraq sancağı. Qıpta ilə baxıram, xalqımız şahid. Ey şanlı bayrağın ulduzu şəhid. Qanınla bəzənib bayrağın rəngi, şanlı himnimizin səsi ahəngi. Известно на тему закрепленности населения. Проблема голод. Benim yoluma bak, ezelden aktır. Hakkı güçsüz bilip, külmek günahtır. Gelecek, cezanın çekmeyi vakti. Hesabı, ahırda, kesen millete. Milyonların dodağında, biz getirir geleceğe, istimdalı sorağında. Yağlı düşman doğruk boyu, son vurdu milletime, el atıp göz dikip köyden gelen milletime. Dillilerden yanan ocak, her rüzgara sönen değil, azadlığa gönüllere, bu sevdaya dönen değil, azadlığa gönüllere, bu sevdaya dönen değil, azadlığa gönüllere, bu sevdaya dönen değil. Babaların bir ruhu dirildi, ömür bize vatan düşün değildi. Kısas değil, yaklaşık şanımız, kurban geçse, Allah olsun kanımız. Odansız namazımızı almasa, vatanımızı umut değil, ölmese. Yolun kardeşim, silahımız birlendi. Cennet nurla eğilse, değmesin. Şehir torpağından el yan düşmen, ben şeytanın ümidini özen milletem. Dünyanın üstüme kaldırdın yeter, dünyanın derdine dözen milletem. Şehir torpağından el yan düşmen, ben şeytanın ümidini özen milletem. Dünyanın
ayrı yaşamağa arzulayıram. Allah bir də dövlətimizə, millətimizə pis gün göstərməsin. Bir istəmirəm çətinliyi, nə şəhid olsun, nə qazi, belə bir şey var. Mən də istəmirəm, çətinliyi istəmirəm ki, biz o çətinliyə dözmüşük, çətinliklə də olsa dözürük. Həyatda da iki vətən qorumasını, iki ailə qorumasını, qeyrətimizin namusumuzu qorurlar. Allah Teala qalanca versin. Təşəkkür edirəm hamımıza. Ben de tedbir iştirakçıları herkes selamlayıram. Allah her birinizə can sağlığı versin. Allah her birinizi qorusun. Növbədə. Şəhid anası adını daşımaq çox məsuliyyətli, həm şərəflidir, qürurludur. Şərəflidir, qürurludur ona görə ki, məsələn, əsarət altında olan, 30 illik əsarət altında olan torpaqlarımızı bizim balalarımız azad elədilər. Azərbaycan xalqının rahat yaşamağı üçün. Çətindir, əzalın ona görə ki, evlat işi çox çətindir, çox ağırdır, onu yaşayanlar bilir. Yaşayanlar yaşayır, yaşamayanları istəməzdir, heç kəs bizim yaşadığımızı rəssim belə yaşamasın. Çox çətindir. Əlbəttə, bu yolda bizə mənəvi dəstəklər lazım idi. Mənəvi dəstəklərimiz olur. Bu dəstəklərin içərisində Sevda xanımın da bizə böyük dəstəyi olur. Ona görə mən Sevda xanım sizə təşəkkür edirəm. Məktəbin direktoruna, təşkilatçısına, Aslanın adını daşıyan sinif rəhbərinə, hər kəsə təşəkkür edirəm. Uşaqlar, Allah sizə can sağlığı versin, Allah sizi qorusun. Mən arzu edirəm ki, Aslanın adına layiq yaşayasınız, adına layiq olasınız. Ən böyük arzum olur. Teşekkür ederim size. Çok sağ olun. Bir de icazə verərsinizsə, bu çünki mən Sevda xanıma bir hediye. Benim karşımda Sevda Hanım var. Hem aile hakkında, hem faaliyeti hakkında, hem kitap hakkında satırdığı sanatmak verer mi size? Salam, xoş gördük əziz uşaqlar. Salam uşaqlar. Bugün siz müzik qəhrəmanımız Aslan İsmailovun adını daşıyacaqsınız. Ben inanıyorum ki siz Aslanın adına layık oğullar, kızlar olacaksınız. Her biriniz. Ve Gülbəniz anamızda bilirəm ki, hər zaman nəzarətdə istəyəcək sizləri. Necə oxuyursunuz, necə rəftar edirsiniz. Ben onu gözlüyürəm. İnşallah, Allah'ın izniyle. O boşaldı ki, Aslanımızın inşallah mahnısı hazırda birazdan dinleyeceksiniz. Biz anamız o mahnını dinləməyib, gözlüyürdüm bu günlər üçün. Mahnı Aslanın ad günü üçün, ayrı üçün yazılır. Ama ben elə bir səbirsiz oldum. O halda Allah canı sağ olasın. Uşaqlar da işitsin. Aslında məqsədim o oldu. Aslanımız üçün yazılan əbədi gündə parlayan zərrə kitabımız işimizi görür. O kitabda Aslanın bütün fəaliyyətləri, əksli özəksinə, xatirələri, atamızın susqunluğunun gözlərindəki o nisri, hər sözləri dedi mənim üçün. Həmçinin də Gülbəniz anamızın bütün Aslan haqqında xatirələri, onun qəhrəmanlığı, necə qəhrəmanlığından danışdığı hər bir kitabda öz əksini tapır. Mən onun kitabı məmnuniyyətlə sinfinizə hədiyyə edəcəyəm. Allahın izni ilə və siz orada olan şeirlərindən istifadə edəcəksiniz.
Ümumiyyətlə, Aslanı siz bu kitabda tanıyacaqsınız ki, həqiqətən də Aslan İsmailov əbədiyyət işığıdır. Əbədiyyət üfüqündə parlayan bir zərbədir. Sağ olun, var olun. Eləcə də təşəkkür edirəm Sədaqət müəlliməyə, iştirakçılarımıza, müəlliməyə, rəhbərinə, Zəfər xanıma öz təşəkkürümü bildirirəm ki, xanıma qarşısını təşəkkürümü bildirirəm. Bütün bizi tək qoymadı, yanımızdadır, mənəvi dayaqdır. Çok sağ olun, var olun hər birinizə, hər birinizə təşəkkür edirəm. Sizlərin başsızda gəlin qonağımız da var, Avrupa da. Bu da bunun qismətidir. Yəqin ki, buradan böyük bir təşkilatla gedəcək öz vətəninə, yurduna. Onları orada, düzdür, bizim dilimizi bilmir. Amma göz yaddaşı deyilən bir şey var. Göz önündə sərgilərini ki, biz şəhidlərimizi necə anırıq, necə əzizləyirik. Belə. Sağ olun, var olun. Bir dənə bir yanısında 92-ci ilin şəhid analarımız Bilqeyz ananı. Bayraq, bu torpaq əmanətindir. Tarixin yükünü daşıyan aslan. Sinəndə vətən var, adında güc var. Qələbə zəfərin yaşadan insan. Zəfərə çağırır vətənin səsi. Səngərdən ucalan ümid gülləsi. Qaranlıq gecəyə dönən sübh kimi. Köksündə qorxusuz sabahlar yatan. Aslanım, unutmaz bu vətən səni. Unutmaz bu eller, obalar seni. Torpaq kucakladı seni gururla. Adın yazıldı göylere şanla. Zafer seninledir, qələbə səndə. Aslan kimi oğullar ölməz əslindən. Aslan igidliğin tükenmez, bitmez. Kalpleri yandıran alovun sönmez. Emanet verildin bu torpağa sen. Vətənin döyülen yüreğinde sen. Kar bülbül nefes alır Qarabağda. Senin izlerin kalır torpaklarda. İrəli çağırdı qələbə səni. Şan şöhretin yayıldı her tarafa.